kvadrat tənliyidir. Bunlar kökləridir. Deməli uşaqlar, kvadrat tənlik də veribdir bizə 3x kvadrat üzərinə gəlsin 5x üzərinə gəlsin 1 bərabər 0. Onda tənliyin kökləridirsə x1 bərabərdir bu tənliyin bir kökünə. Onda x2 də bərabərdir digər kökünə. Düzdürmü? Bax, bizə nə verib? Deyir ki, əgər tənliyin kökləri olarsa, deməli, tangens alfa plus betanı tapın. Bilirik də bunun açılışı toplama düsturlarından nə idi? Yazırdıq ki, deməli, tangens alfa plus tangens beta bölünsün 1 minus tangens alfa vuraq nə? Tangens beta. Düzdürmü? Bax, burada nəyi taparıq köklərin cəmi və köklərin hasını gördüyümüzdən? Viye teoremin. Onda hər tərəfi neyini bilərəm burada? 3'ə bölərəm da. 3'ə bölsəm, aha. 3'ə bölsəm belə olar, 3'ə də bölsəm belə olar. Düzdürmü? Bizim tənliyimizin köklərinin cəmi nədir? Əks işarə ilə 3'də 5. Yəni x1 plus x2. Baxın, ikisinin cəmi. Elə burada var? Var. Onda nə yazacaq? x1 plus x2. Bu x1'dir uşaqlar. Bu da x2'dir. Bu x1'dir. Bu da nədir? x2'dir. Cəmin yerinə bunu yazarıq əks işarə ilə. Yəni, aha, 3'də 5. Bir çıxaq. Hasilin yenə nə yazarıq? 3'də 1. Aha, onda ortaq məxrəcə gətirsək 3'də 1. Birdən 3'də 1'i çıxsaq nə alarıq? 3'də 2. İkisini də bir-birinə böləndə mənfi 3'də 5. Bölmə zamanında çevirərik kəsirləri tərsinə vurarıq. Onlar nə? 2'də 3. Bundan bu ixtisar olar. Olar 5'i də bölərəm 2'yə. 2 onda 5. Qabağında da bir dənə mənfi işarəsi. Mənfi 2 tam onda 5. Doğru cavabımız elədi A variantı. Aydındır? Bax, yaxşı sualdır. Belə suallar